Bakı küçələrində hər gün təkrar olunan mənzərə. Son illər təkcə səhər və axşam saatlarında deyil, demək olar ki, həftənin istənilən günü, günün istənilən saatı şəhərin əsas magistralları sanki hərəkətsiz dayanan nəhəng bir kütləyə çevrilir. Bu sadəcə zaman itkisi deyil, həm də şəhərin nəbzinə vurulan bir zərbədir. Bəs bu tıxac kabusu iqtisadiyyatımıza və sosial həyatımıza nə qədər başa gəlir? Suallarımıza cavab axtardıq. İqtisadçı Bella Bəşirovanın sözlərinə görə tıxaclar sadəcə əsəb gərginliyi deyil, birbaşa maliyyə itkisidir. Tıxac sadəcə vaxt itkisi deyil, bu iqtisadi xərclərin görünməyən tərəflərindən biridir. Alternativ iş modelləri, məsələn, distant iş, onlayn iş, əgər biz bu deməli sahələri daha tətbiq edək, intensiv tətbiq edəriksə, bu sahələrdən intensiv istifadə edəriksə, o zaman şəhərdə nəqliyyat tıxac problemləri azala bilər. Yəni tamamilə yox olmaz, ancaq azala bilər. Bəs nəqliyyat sistemindəki bu düyünü necə açmaq olar? Nəqliyyat eksperti Anar Abbasov problemin kökündə həm infrastruktur, həm də idarəetmə çatışmazlıqlarının dayandığını vurğulayır. Şəhərdə yaşayan vətəndaşların öz şəxsi avtomobilləri ilə iş yerlərinə gedib gəlməsi onlar üçün o qədər də ürəkaçan deyil. Çünki xərclər çoxdur. İstər parklanma xərcləri, istər nəqliyyat vəsaitəsinin saxlanma xərcləri çoxdur. Və təbii ki, bu vətəndaşlar istəyirlər ki, həmin avtomobilə xərclədikləri vəsait öz ciblərində qalsın. Və bunu da təbii ki, ictimai nəqliyyatı effektivliyini artırmaqla həyata keçirmək olar. Avtobus zolağı şəbəkəsini ümumiyyətlə elə təşkil etmək lazımdır ki, axıcı olsun, sürətli olsun və bir də çaspik vaxtlarda bəli, avtobusların, dövrəyə buraxılan avtobusların sayı artırılmalıdır mütləq şəkildə. Yəni, vətəndaş axşam öz şəxsi maşınında olsa belə tıxacda zaman keçirmək istəmir. Vətəndaş istəyir ki, avtobus da geçsin, amma tez çatsın evinə. Tıxacın təsir dairəsi yalnız yollarla məhdudlaşmır. Məktəblərin və ali təhsil müəssisələrinin yerləşməsi şəhərin hərəkət intensivliyinə birbaşa təsir edir. Təhsil eksperti Aysel Cabbarova maraqlı təkliflərlə çıxış edir. Bu halın qarşısını almaq üçün düşünürəm ki, pilləli dərs saatlarından istifadə etmək olar ki, məsələn, şagirdlər müvafiq saatlarda təlim proseslərinə cəlb olunsun. Təbii ki, bu təhsil müəssisələrində dərslərin işçi saatları ilə üst-üstə düşməməsi kimi qarşılanmalıdır. Düşünürəm ki, tıxacların aradan qaldırılması həm müəllimlərin, həm şagirdlərin yaşadıkları ərazi üzrə yerləşməsidir. İqtisadi itkilər, nəqliyyat çatışmazlıqları və təhsilin axsaması. Göründüyü kimi, Bakının tıxac problemi bir-birinə zəncirvari bağlıdır. Çıxış yolu isə təkcə yeni yolların, avtobus və velosiped zolaqlarının salınması deyil, paytaxt nəqliyyatının ritmini tutmağa çalışırıq. Rahim Əkrimoğlu, ATV Səyyad, Zaur Həsənov, NTV Xəbər Bakı.